Bugün də balıq ovuna gəlmişik. Özümüzlə biraz ət almışıq, biraz sasik almışıq. Bu da manqalımızdır. Belə balaca bir manqal düzəltmişik müvəqqəti. Yəni dəmirdir, 2 dənə dəmir, ayağına da belə armatur kimi şeylər svarkalamışıq. Bunu vuracaq indi yerə. 2 dənə belə ayrı hissədən. Yəni bunun üstündə biraz aşağı vuracaq. Bunun üstündən biz şişləri qoyub məsafə ilə kabab pişirmək üçün bir balaca bir manqal düzəldəcəyik. Manqalımız var, ancaq manqalı bura gətirmək, hədəfə aparmaq sərf eləmir. Ona görə belə bir şey fikirləşmişik. Bu da taxtalarımız. Özümüzün gəldi, taxtadan da gətirdik. Balıq da tutacağıq. Allahın köməkliyi ilə balıq tutacağıq. Biraz ət zat almışıq, saçmalar dəniz qırağındayıq. İnşallah akşam pişirərik. Akşam gözlər balıqlar. Manqalımız birini vurduq ora, manqalın. Belə yaxşı əldə düzəldmə manqaldır. Çox yerdə tutmur maşında. Hara istəyirsən rahat apara bilirsən. Bu da hazırdır. Belə bir şey düzəltdik. Ölçüdür işləri də üstündə. Rahat aralarını kəsmişik ki, lazım olanda ki, istədiyimiz şəraitdə qoyacaq. Bizim belə manqalımız hazırdır çöl şəraiti üçün. Taxtalarımız da var, özümüz üçün taxta da gətirmişik. İndi inşallah qaldı bir dənə bizim balıq tutmağımız. İnşallah balığı da tutaq, sizə çəkib göstərək və bala pişirək, vuraq bədənə. Plovok hələ vurur, ancaq hələ heç balıq zat tutmamışıq. Təzə oturmuşuq. İndi görə yaxın olur. Tutduğumuz balıqlardır. Uca ölüblər. Valla bir ikisini çıxardım baxaq. 4 tane balıq tutmuşuq. Yaxşı balıqlardan ancaq. Çıxın görək. Sürüşkəndirlər. Bunları tutmuşuq. Əlimi yuyum. İndi hələlik yüngülvarı yemək yeyirik. Kalbasa zat özümüz üçün düzəltmişik. İndi uşaqlarla yeyirik. İndi inşallah bu balıqlar... Sağ ol. İndi inşallah bu balıqları da tutandan sonra akşam indi bir iki dənə də tutaq əlavə eləyək. Akşam onları da pişirək. Balıqlarımızı akşam bədənə. Burada da yenə də manqalımızı gətirmişik həmişəki kimi. Düzəltmişik, manqalımız da hazırdır. Dənizin qırağında bizdən başqa isim yoxdur. Buranı özəlləşdirmişik. Şəxsi dəniz olub. İndi bunlar da
Təmizləyək birazdan. Pişirək vuraq bədənə. Ben ilan tutmuşam. Çoxlu da baxırım. Yoxma. İşləmək istəyirəm buna da. Tutduğumuz balıqlar, axşam tərəfi yaxşı balıqlar tutduq. Yükə balıq tutduq. Yekə balıq tutduq. Bir də burada şu balıqları da göstərək. Əməlli bax. Balıqlar tutmuşuq. Gördüğünüz gibi uşaqlar, buradaki balıqlarımızı bırakıp sıkları oraya tak. Kuma düşdü. Əməlli başda axşam tərəfinə balıqlar tutduq. Ən tutduğumuz işçi balıq budur. Dostu, bir də dərinə giririk. O tərəfdə telefonla getmək olmur, telefon zat düşər suya. Ona görə bəzilərini çəkirik, göstəririk, bəzilərini çəkib göstərəmirik tutduqlarımızı. Bunun içindədirlər. Budur bax. 7. Tutduğumuz balıq əsas. Kələsi budur. 7. Bu indi təmizləyib pişirərik. Buraya burağa. Onu təmizləyib pişirərik. 1, 2, 3, 4, 5, 6, 7. Hə Ömər? 8, 9, 11 dənə balıq. Bir də yekə balığımız. Bu Ömərin balığıdır, hə Ömər? Hə, Ömərin balığı. Bunu təmizləyib pişirək, vuraq bədənə. Hatta bir de aytadı. Aytadı. Hə? Ha, bir de aytadı. Hə, bir də aytazın balığı var. Manqalımızı da yandırmışıq. Həmişəki kimi. Hə. Hə, oğlum, sənə balığını dönmüş. Həmişəki kimi tutduğumuz balıqlardan ən yaxşısını, yekəsini pişiririk burada. Qalanı da aparırıq evdə. İnşallah evdə bir başqa vaxt, boş vaxta salıb pişirərik bunları da. Yəni əsas odur ki, tutmuşuq. Əməlli başlı 2 bal tutmuşuq burada. Bunu da qoyaq bura. Bunu təmizləyək. Gələndə də özümüzlə ət zat da almışıq. Onları da inşallah pişirəcəyik. Bugün yayın axırıdır taşdı. Avqustun. Şimdi avqust başlayır, ancaq yayın axırıncı ayıdır. Ömərdim, sən yekə balıqdır. Ömər, gətir onu qoyum üstünə alalım. Stol gətir, ay çağır. Stol gətirir. Hə, bir bax ya. Stolumuz. Həmsə gəldi, gətirir, gözünür. İşte oturmazda da rahatdır. Yığılır, balaz olur. Atırsa da yaşa stolumuz. Ömər, bunu bıraq bədənə. Çox açmırıq ki, buradan şişi salanda bu içi açılıb dağılmasın buralara, biraz dağılsın. Atadı
Axşamdır, yenə də gecəyə qalmışıq. Elə balığın tutulası vaxtı ya səhər tezləndi, ya da axşamdır. Bunun üçün tutandan sonra siveji pişirib bədənə vurmadım. Daha nə balıq oldu, nə o oldu, balıq olur. Aparıb evdə yiyərik, qoyursan marazinikə. Elə marazinikə qoyarsan sən mağazindən marazinik balıq al gəlir. Oldu bizim balığımız. Allah, indi bunu da şişə zadı keçirəcəyik. İnşallah onu da çəkib sizə göstərəcəyik. Sağ olun. Bugünkü qaldığımız dəvam. Belə düzəltdik özümüz üçün. Saska almışıq biraz. Tutduğumuz balıqdır. Sonra toyuq aldıq gələndə bir dənə də yoldan. Sonra pomidordur. İşte keçirtmişik. İndi bunları kabab eləyəcəyik. İnşallah. Ocağımız da o şey hazırdır. Köpüşləri. Az qalıb. Aytasdır. Qaranlıqdır şey. Əsas məsələ. Əsərin qəhrəmanı bizim balığımızdır. Onu da hazır elədik. Bunu da duzladıq, siyotladıq, için başını təmizlədik. İnşallah pişirib vuracağıq bədənə. Hə Ömər? Ne yiyəcəyik? Hey deməli, yaxşı. Közümüz də hazır oldu. Hava da qaraldı, əməlli başdı. Ay da çıxıb. Biz də bala yığaq ora. Yığaq biz də. Olar gətirib yığın dünya ora. Kabablarımızı dolduraq ya. Bizəm də bunları qoymayacağız. Yekələri qoyaq, yekələri. Vardı ver. Bir. Ocağımızda köz oldu qəşəng. Bunlar da ver. Uşaqlar sasikanın böyrünü bala yiyiblər. Ləğv eləyiblər sasikamızı. İndi yaxşı da kababımız pişsin. Bunlar da axşam vaxtıdır pişirək, yaxşı yiyək, dincələk. Uşaqlar, mən səskayı yedim, qutardım. Çox şıqılar var, hə? Yaxşı. Cəmişanı da. Cəşləyirsən? Bunu da cəzərsən. Hə, onu cəzərsən. Yaxşı eləyirsən. Bu da bizim çadırımız.